Sabahınız xeyir. Biz oyanmışıq. Aylin artıq məktəbə yola salıram. Dəniz gedib. İndi Aylin gedir, atası aparır. Belə 2 dənə çörək qoydum. Şor arasında mənməsəmsə ya belə şor çörək ya da meyvə icazə verir. Biraz belə qoz ləpəsi qoydum. Bir də ağzına atır. Yenə belə konfetlər. Və salam. İndi su qabısını da dolduraq. Ayağım ağrıdı, durdum, ayağımda ağrı var. İndi su qabını da dolduraq. Suyunu da doldururam. Qaynanmış sudur. Qaynadıb soyutmuşam. Termos taparım, isti aparmır. Deyir, isti içəndə ürəyim bulanır. Bağla aşkım. Aferin sana. Qoysun qaba. Aylin getdi məktəbə, dənizdə. Mən də belə toyuq qoydum, yudum pörtlənsin. Toyuq sosu bişirəcəm. Bir də evi toz soranlamalıyam. Bugün işlərimiz hələ ki bunlardır. Doğruyum. O şey ət pörtlənir. Ətim pörtləndi. İndi yığım. Nətər gəldi. Oy. Все, aparım qazanı yuyum. Dökmüşəm belə. Yağım əridi. Bunlar da bol olsun. Ondan sonra tomat, ət əlavə edəcəm. Doğrusun. Ətimi də tökdüm. Bir tek qovrulurlar. Suyunu da əlavə edeyim. Biraz salam pişsin. Belə suyunu da əlavə elədim. Yavaş-yavaş burada qaynasın. Biz də gedək, növbəti işlərimizi görək. Həyətdə toyuğum bişir. Burada da qərara gəldim ki, axşam üçün də yemək eləyim. Qalar, sabaha da qalar, qalmaz. Heç nə axşam eləyilər.
hamısı. Bizdə yoldaşım işə də aparır deyənə. Yemək çox gedir. Burada da kiftə eləmişəm. İçəridə dedim, bu burada yavaş-yavaş pişsin. Toyuq da orada. Bir dəfəlik yeməklə işim bitsin. Belə. Siz də gündə 2 dəfə pişirirsiniz qızlar. Yazın mənə. Yoxsa bir dəfə pişirirsiniz bəs olur. Bizdə işə yemək gedir deyənə 2 dəfə pişməlidir. Həm gün ortaya, həm axşama. Amma bəzən sabah gün orta içində çox olanda qalır yemək. Belə kiftəciklər etmişəm. Belə noxudu falan hər şey var. Qəşəngdir. Vanotda qaynayacaq burada. O birisi də toyuğum da çöldə pişsin. Bu qazanları çoxdan istifadə eləmirdim. Burası belə necə deyim, temperatur ölçəndə 2 dənədir eyni ölçüdə. Birində həyətdə toyuq pişirirəm, birində burada kiftə pişirirəm. Qalın, çox ağır qazanlardır, çox ağır qazanlardır. Çıxartdım bunları, dedim, biraz da bunları işlədim. Mən sizə çoxdandır Zuzini çəkmirəm. Zuzi yuxuluyurdu. Dedim, biraz poza ver xalalara, səni çəkim, ondan sonra yenə yatarsan. Zuziş, aşkım, qızım, çoxdan sən xalalarla salamlaşmırsan. Yuxusu gəlir. Can, hay can. Ha. Yeri buradır, ya burada yatır stolun üstündə, ya keçir və o küncüdə stol var ya ora. Bu ev dağınıqdır, fikir verməyin indi. Yığışdırıram yavaş-yavaş. Prosto uşaqların paltarları da evə gələndə geyinəcəklər. Şkafa qatdalıb qoyacağım. Suzi, canım. O mənə baxır, mən ona aşkım, aşkım, ürəyim. Can. Göz qırpma sevgisini bildirir deyəsən. Yəni mənim asodur. Elə bilirəm. Ya da yuxusu gəlir. Aşkım. Düşdü stola, stoldan. Ay, bu şeyi düşdü ora. Ruçkanın qapağı var idi. Onu oynadırdı, düşdü ora. Bax, artıq yekədi, girmir də, yerləşmir. Baxın nə forma soxur özünü ora. Tamamilə ayaqların qatlayıb girir. Zuzi, tapmadın? Zuzi. Aha, tapıb. Hara getdin? Gəl, gəl, gəl. Gəl, göstər baxım. Qapağı hanı? Qapağı neynədin? Neynədin? Bir də sizə nə göstərim. Mən veşlərimizi yığanda bu şəkili tapmışam. Fidoş, Aylin, bu da Dəniz balacalıqları. Gətirdim, bura belə qoymuşam. Biraz baxaq. Şəkil əslində belə qoyanda çox tez tərqi olur. Gəl, gəl. Yuxun qaçdı deyəsən. Hə? Suzi. Bizim bu meyvələr var idi. Hər şeydən bir qısok çəkirəm. Bizim bu meyvələr var idi. Hansı ki, mən deyirdim evdə artıq da. Mamam burada gətirdi. Gətirib bura asıb belə. Hələ üzərinə bunları da alıb təzə. Limonumuz da var. Balqariski bibər. Buradan qırıb istifadə edirik. Acı bibər. Bunları Temudan almışıq. Amma elə də ucuz bir şey gəlmədi. Bu səf eləməmsə, belə 4'lü 14 manata gəlmişdi. Bunlar yadımdan çıxıb. O qədər sevir, xoşuna gəlir, gətirib burada asıb. Mən doğru sevmirəm, istəmirəm. Xoşum gəlmir. Bunu da ailə rəngləyib gətirib bura asıb. Nə bilim, belə işlər. Tefalı taxdım, bir stəkan çay içim. Bu şulkanı da bura qoymuşuq. Qabları yuyub üzərinə yığıram. Bunu da mamam təzə alıb. Şey üçün. Qoy yerə. Zuzi olmaz.
Fidan dişdə elədi. Çox qəşəngdir. Səhv eləmirəmsə 15 manatadır, 20 manatadır belə alıb. Dəmirdəndir və paslanmayan dəmirdir, qızıl rəngdə. Mamam qızıl rəngi sevir axı məni kimi. İnşallah bu vlogu yükləyirəm, baxın. Bundan sonraki vlog bayram bazarlığı gələcək. İnşallah ki, bayram bazarlığını çəkəcəm. Sizə nələr almışam. Düzdür, bu il mən yolka qurmadım qızlar. Həm burada ev kiçikdir. Ev vlogu istəmişsiniz. Yəni indi hələ ki, yəni inşallah qarşıki vloglarda inşallah çəkərəm. Burada elə bir çəkiləsi bir şey yoxdur da. Yəni elə mətbəxdir, bir də otaqdır və salam. Yəni geniş bir ev deyil. Mətbəx və bir otaq. Belədir. Ona görə, yəni burada çəkiləsi elə bir yer yoxdur da, yəni elə bir geniş məkan deyil, yəni elə bir təmtəraqlı ev deyil də çəkmək üçün. Yəni yaxşıdır, mətbəxdir, yəni otaqda hər şey var. Hələ ki, yəni hər şey yaxşıdır, narahat olmayın. Bilmirəm, Tefalın səsindən məni eşidirsiniz ya yox. Fidoşdur, onu söndür. Danışım qutarım, sonra qoşaram. Çay içməyə qoşmuşdum. Söndürdü, şırıldayır o da. Dediyim kimi qarşıki vaxtlarda bəlkə çəkərəm. Bilmirəm, yəni ki, hələ ki belə davam edir. Yəni onsuz da hər yer düşür da, mətbəxdə iş görürəm, nə bilim. Belə lazım olsa inşallah. Bu ikili qoymur mən danışım oradan. Arxamdan biri o yana qaçır. Sarı qaçmısan. Gəl bura. Zuzi gəl. Fidoş da burada hələ ki dərsə getməyib. Birazdan aparacağım onu məktəbə. Heç nə, belə bir divanımız var. Burada divanımız bənövşə rəngdədir. Qəşəngdir. Divanımız var. Stollarımız. Digər tərəfdə masadır. Oturacaqlarla bir yerdə TV'miz. Yəni belə elə bir çəkəsi bir şey yoxdur. Onlar bir də səs salsalar qayıdıb gedəcəm. Onlar orada oynasınlar. Belə bunu göstərim sizə. Danışa. Dediyim kimi mamam o qədər göz mıncıqları sevir. Hər yerə bağlayır. Hər yerə. Oradan buradan çıxdıqcan gizlətdirmişdim. Çıxdıqcan götürdü. Bunu asacam, bunu asacam. Mamam çox sevir göz mıncığı. Bundan sonraki inşallah bayram vlogu olacaq. Sözümü unuttum, oradan bura keçdim, buradan bura. Bayram alışverişi, daha doğrusu yeyinti, yəni ərzaq alışverişini çəkəcəm sizlər üçün. Amma dediyim kimi yolka qurmamışam. Bu il uşaqlarda istəmədi. İnşallah növbəti il quraram, gələn il quraram. Qismət olsun. Allaha qurban olum. İnşallah ki, hər şey yaxşı olsun, hamının ürəyi istədiyi kimi olsun. Dediyim kimi, burada məkan, yəni evimiz kiçik olduğu üçün, yəni yolka qurmadım. Həm də toylarımız var. Xalam oğlunun inşallah qız toyu oldu, oğlan toyusu da olacaq. Bayram ərəfələridir. Yəni toyla başımız qarşı olduğuna görə heç bu il yəni bayram havasında deyilik. Ancaq elə toy. Tək həmişə toy olsun. Ona görə bu il qurmadım. Heç uşaqlar da istəmədi. İnşallah gələn il quracam. Yolka qurmamışam. Yolkanı göstər deyənlər üçün bu suala cavab verdim. Amma bayram alışverişi edəcəm təbii ki. Onu da sabah və yaxud da birisi günkü vlogda yükləyəcəm, izləyərsiniz inşallah. Özümə bir stəkan çay süzdüm. Qəşəng indi dəmləmişim. Bir də axşam belə şirniyyat pişirmişdim. Yenə üzərinə pişmiş molako və çəkmişəm və qoz doğrayıb tökmüşəm. İndi bir stəkan çay içim. Oradan elə qəribə rəngi düşür, amma çox gözəldir. Bir stəkan dedim çay içim. İnanırsınız, 2 tava etmişdim. Bir çay dəmlədim axşam. Bir tava getdi. Bir damcı bu qalıb. Bir dənə. Buradan da 2 qısaq yeyilib. Bu qalıb. Dedim indi bir stəkanda nə qədər çox qutarmayıb mən içim çayla. Ondan sonra gərək neydi? Fidandan çıxdıq. Gedirik. Məktəb aparıram Fidanı. Fidanı aparıram. Ailəni götürüb qayıdacam.
Havada elə soyuq var, şaxta. Ramon şaxta. Donduk. Fidoş gidiyor, Fidoş. Hava sakitdi, amma o qədər şaxtalı soyuq var. Bir yerdə qar var. Kulaklarım dondu. Gedək yavaş yavaş.